Salam hörmətli izləyicilər, videoya xoş gəldiniz. Bu videoda 42-ci suala sizinlə birlikdə baxmaq istəyirəm. Sualda deyir ki, iki sapdan asılmış el uzunluqlu naqil və induksiyalı bir cins maqnit sahəsində yerləşir. Sapın gərilmə qüvvəsinin naqildəki cəryan şiddətindən asılılıq qrafiki hansı olar? Şəkildən görürük ki, cəryanlı naqildə cəryanın istiqaməti sağa doğrudur və induksiyası isə x veriblər, yəni şəkil müstəvisinə doğru. Onda cəryanlı naqilə təsir edən amper qüvvəsinin istiqamətini sol əl qaydası ilə təyin edə bilərik. İnduksiyasını x verdiklərinə görə əlimizin tərsini ekrana tutmalıyıq. 4 barmağımız da cəryan istiqamətində yönəlməlidir. Onda 90 dərəcə açılmış baş barmaq amper qüvvəsinin istiqamətini göstərir. 4 barmaq cəryan istiqamətində yönəlir. İnduksiyasını x verdiklərinə görə əlimizin tərsini tuturuq ekrana, baş barmağımız amper qüvvəsini göstərir. Onun ağırlığı da olacaq aşağı doğru mg. Deməli, yuxarı doğru 2 dənə gərilmə qüvvəsi var. Bir də amper qüvvəsi var. Tarazı xalında 2T üstəgəl F amper aşağı doğru yönəlmiş mg-yə bərabər olmalıdır. Bölünsün 2. Və mg minus F amperin düsturu nə idi? BIL. Sinüs 90'ı yazmıram, onsuz da perpendikulyardır. Bölünsün 2. İndi qabaqda minus işarəsi var, gördüyünüz kimi. Əgər biz cəryanı artırsaq və qarşıdakı minus işarəsinə görə gərilmə azalar. Onda doğru cavab olar A variantı. mg bölü 2-dən başlayır, azalır.